Hamıya salam, yeni vloguma xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Bu vlog əslində adından da bəlli olduğu kimi aktiv bir günümün vlogudur. Çünki çox işim var, çox şey çatdırmalıyam. Əslində mənə qalsa burada yerimdə elə yatıb istirahət eləyərdim bütün günü. Belə adyala bürünüb, televizoru qoşub, nələrsə dadlı yemək yeyib, çay içib istirahət edərdim. Biraz Koreya dili, biraz ingilis dili, biraz İspan dili oxuyardım. Amma tabii ki de işlerim var. Onlardan biri de idmandı. İdmanı yetmeye lazımdı. Ama elə hava var ki çöldə hal-hazırda. Dünən o qədər günəşli hava idi ki, indi amma hava yenə payız havasına dönür. Ona görə adam yatmaq istəyir. Neyse, indi hazırlaşıb, veşlərimi yığıb çıxmalıyam. Gedəcəm analiz verməyə. Sonra həkimə getməliyəm. Sonra oradan idmana getməliyəm. İdmandan sonra biraz dərs oxuyacağam. Oradan sonra saçıma getməliyəm. Belə işlərim çoxdur. Hələm o arada kitab da götürməliyəm. İndi baxaq görək hansıları necə çatdıracağam. Nəhayət hazıram. Artıq çıxmaq vaxtıdır. Gərək özümə aşağıdan su alım. Çünki çox susamışam, amma indi su içmək də olmaz. Sonra yemək əslində heç istəmirəm. İdmana görə indi baxaq da, görək nəsə yiyim ya, ki başım fırlanmasın. Gedək görək. Su götürdüm. Görək yiyəcək nə var. Sulardan yiyəcək sular olan yerdir. Amma elə bir şey yoxdur mənə uyğun. Gəlib çatdım. Taksiyə minəndə görmüşəm ki, ayaqqabılarımı səhv giymişəm, başqa renkdə giymişəm. Yəni yaxşı ki aldı, amma qara geyinci idim əslində. Nəysə, gedək müayinədən keçək. Deməli, biraz əsəbləşdim əslində orada. Çünki həmişə gəldiyim yerdir, bizə yaxın olduğu üçün analizləri burada verirəm. Sadəcə kartla ödəniş yox idi. Ancaq kartdan karta idi. Ona görə biraz əsəbləşdim, özümə gəldim, sonra analizlər verdim. Amma eybi yox, indi pozitivəm. Nəticələri götürdüm. İndi digər həkimə gedəcəm. Hello. Gedək. Və həkimdən çıxdım. Şükür, heç bir problem yoxdur. Yəni, qorxulası bir şey yoxdur. Sadəcə yenə də onsuz da bildiyimiz bir şeylərdir. Bu da təbii ki də sağlam həyat tərzidir. Siz də mütləq mütəmadi olaraq, yəni ildə bir dəfə, 2 dəfə check-up eləyin. Hər hansı bir balaca problem ola bilər ki, onun sadəcə qarşısını almaq lazımdır və qısa bir mini müalicə ilə onu bərpa edə bilərsiniz. Amma bəzən biz uzadırıq və ciddi fəsadlar verə bilər. Ona görə mütləq vaxtında üstünə düşmək lazımdır və sağlam həyat tərzi, sağlam qidalanma, çoxlu hərəkət etmək, vaxtında yatmaq. Bu mənim özümə birinci ilk növbədə aiddir. Hamımıza da aiddir. Adi bir şeylərdir, belə baxanda bilirik. Amma bəzən riayət etmirik. Təəssüf ki. Əslində bayaqdan heç ac deyildim. Amma indi saata baxıram, 1-ə qalıb. Su içdim və mədən başladı sırılmağa. Daha acaram da, saat 1 olur. İndi gedim kitabları götürürüm. Hal-hazırda Nərimanov ərazisindəyəm. Kitabları da Gənclikdən götürəcəm. Yaxın dostlu yolsudur. Çıxıb tez götürüb. Sonra gedəcəm idmana. Orada elə həm səhər, həm gün orta yeməyimi yeyərəm. Baxın, qara ayaqqabı yanına ağ giymişəm. Gəncliyə gəlmişkən mola da girim. Girim Librafa. Baxın, nəsə təzə kitablar gətiriblər, bəlkə mənsiz. Mütləq yoxlamalıyam da elə bil ki. Donatlar mənim sevimli donatlarımdır, amma artıq olmaz. Bay-bay. Belə bir kitab yoxdur. Kitab qıtlığıdır. Nəsə bu dəfə çox azdır. Görüm, İspan dilindən bəlkə nəsə var. İspan dilindən belə bir kitabdır, amma ancaq sözlərdir də 25 manatdır qiyməti. Koreya dili qrammatika kitabıdır, keçən dəfələrdə göstərmişəm. Amma qiyməti çox yüksəkdir, 46 manat. Yəni bunu çap eləsəm, indi getdiyim yerdə məsələn verirəm, çap edirəm. Bunun maksimum 10 manat olacaq. Çox bahadır, dəyməz məncə. Yenə düzdür, müəllif hüquqları məsələsi var, amma bu qədər baha olması da düzgün deyildi. Koreya dilidir. Zaten nəsə kitab yoxdur, həqiqətən qıtlıqdır. Belə. Sonra Gürcü dili var.
Gürcü dilidir, İtalyan dilidir, biraz Fransız dilindən nəsə var, biraz oxu kitabıdır. Bir Alman dilidir, belə bir kitabdır, bütün kimsə üçün faydalı olar. Qiyməti də yenə də 26 manat. Burada da belə kitabdır, baxın. Maraqlıdır dizaynı falan. Amma mənə zil təəssüf ki, yeni heç bir maraqlı kitab yoxdur, heç birindən. Amma ev yox. Heyfslənmirik, çünki mən onsuz da indi kitab götürməyə gedirəm. 3 dənə kitab vermişəm çapa. Hələm çantamda da birini götürmüşəm, səhvlik etdim burada. Səhv etdim ki, çox ağır olacaq, kaş götürməzdim. Onsuz da bugün kitabları götürürəm də. Ümumiyyətlə, bu Gənclik ərazisində nahar vaxtıdır və başa düşürəm ki, tələbələrin dərsdən çıxdığı vaxtdır və yaxud kimsə ikinci semestr dərsi gedir. Burada universitetlər var da, Dillər Universitetinin filialı var, sonra Pedaqoji Universitet var, sonra digər hansılar var, bilmirəm. Belə. Mənə gedənə qədər hələm var, ona görə dedim başım fırlanmasın deyənlər, hocamızı ayıran üçün hələlik. Sonra orada gedib yemək yərəm, İlmandan başlayaram. Kitabları götürdüm. Hava da ki, elə havadır ki, adam bilmir nə yeyirsin ki, donmayasan, ikincisi də ki, istən bişməyəsən. Mən indidən havasına görə biraz isti ola bilər, amma birazdan bilirəm ki, soyuq olacaq. Bu geyimim tam uyğun olacaq. İnanırsınız, bayaqdan elə ancaq yol gəldim. Çox yoruldum. Əvvəllər mən bura gələndə mənə yaxın idi. Çünki ailə həyatı qurmamışdan bura daha yaxın hissədə yaşayırdım deyənə bura gəlmək çətinlik törətmirdi. Amma hal-hazırda mənim bura gəlməyim üçün xüsusən də ayaqla getməyim çox vaxt aparır. 20 dəqiqə bura ayaqla gəlirəm, çünki metrodan yaxın deyil. 15-20 dəqiqə. Elə o gücü, İrvanda sərf edəcəyim gücü elə bu yola sərf eləyirəm. Nəticədə gəlirəm, çox yorğun oluram, çox idman edə bilmirəm. Bütün istədiyim dərslərin hamısını artıq iştirak edə bilmirəm, çünki yetərincə enerjim olmur. Və qalmışam belə. Artıq yəqin ki, gələn aydan başqa yerə gedərəm. Düz həyatımızda bir yer açılıb, düzdür, amma orada ancaq trenajordur. Yalnız trenajorda məni maraqlandırmır da, açığı. Mən istəyirəm fərqli dərslər olsun. Mənə lazımdır ki, həm pilates, həm stretching, həm baseyn olsun, hovuz olsun, həm də ki, təbii ki, trenajorlar və digər dərslər olsun. Burada belə olduğu üçün çox rahatdır. Demək olar ki, hər saatda müxtəlif növ qrup dərsləri var. İstədiyi və limitsiz şəkildə qoşula bilirsən, çox rahatdır. Bu yer sizə tanış gəlir. Sırf uşaqlıqda həmişə bura gələrdik. İldə bir dəfə gələrdik ən azı. Sonra gəlmədik də. Ən son bilmirəm, sırf uşaqlıqda olmuşam da, çox balacaydım. Gəldim İdmana, sonra yol üstü gördüm ki, belə bir yer var burada. Burada business lunch var. Dedim elə bu fürsətdən istifadə edim. Oturum burada açıq havada qəşəng, kitab oxuyaq, gözləyim, yeməyimi yiyeyim. Sonra qalxım yuxarı İdmana. Belə. Mən business lunch götürdüm, görək necədirsə. Boşdur. Çoğundur saatı seçdim. Əslində business lunch üçün seçimlər çox idi. Budur mənim seçdiyim əsas yemək də gəldi. Nar qovurma, balıqlı. Çox dadlı idi. Sadəcə biraz duzlu idi, amma belə ümumilikdə yeməklər yaxşı idi, çox dadlı idi və yüksək səviyyədə idi. Qiyməti də ki, əla idi. 10 manat yazılmışdı, amma mən seçdiyim lunch 9 azen etdi. Nəticədə elə ödədim. Bilmədim niyə elə oldusa, amma hər halda çox əla idi qiymətinə görə və keyfiyyətinə görə. Mən beləliklə gözəl havadan və gözəl təamlardan həzz alıb YouTube izləyərək yemək yedim. Daha sonra tapşırıq olan kitabdan da biraz oxudum. Özümə gəldim və artıq idmana getmək zamanı idi. Deməli, qalxaq artıq idmana. Gedək. Telefon kapçığı götürməmişəm. Buradan götürəcəm. Sürüşməyim əsas məsələ. Ən sevdiyim akvarobiya dərsinə. Akvarobikanı elədik.
istirahət edeyim. Sonra gedib çay içmək istəyirəm. Su eşət suya qoydum. Başladığım yer burada belə əyləşməyə yer olmasıdır. Baseynə sonra, xüsusən də aerobikadan sonra tam istirahət etməli yerdir. Bugün bunlarla işləmişik, su altı qantellərlə. Belə, güzel. İdmandan sonra gözəl istirahət. Adətən bunlarla işləyirik ya da bunlarla, bəzən də əsasən yəni bu ikisi ilə işləyirik. Əl, ayaq. Bu dəfə ikisi bir arada oldu. Keçən dəfə əl olmuşdu daha çox. Mənim sinirim tutmuşdu. Ağrıdan bir təhər olmuşdu. Duş qəbul edəndən sonra gəldim bura. Buranın kafesi var, xüsusi sağlam qidalanmaq üçün. Həmçində bəzi fast yeməkləri də var, amma yenə də. Mən indi biraz pəriyədil eləyib, biraz kitab oxuyacağım, tapşırıqdır. Belə telefonu hələlik qoyum qırağa, həm zərətqə yıxsın, həm də fokuslanı bilim. Çayım da gəldi, limonla mütləq. Və burada belə piçenya var, o qədər dadlı olur ki, olmaz bu piçenyaları. Kəsinliklə. Öz musiqimi qoşuram, nauşiklər, klasiklər və biraz oxuyum. Saçıma gedəndə də orada da oxuya bilərəm. Biraz indi Koreya dinləyəcəm. Burada podkastlardan neysə dinləyəcəm. Podkast dəstəklərimi gətirmişəm özümdən. Görək, eynirəm. Yuxarıda olan idman zalıdır, orada əsas güc ilə məşqlər olur. Başqa çətin trenajörlərdə. Burada isə əlbəttə mən bura gələrəm. Deməli, idmandan çıxdım. Əslində məndən olsaydı, indi təzə güc toparlamışdım. Enerjim var idi, daha çox olardım. Çünki zaten 11-ə qədər işləyir və bugün İbo'da evə demək olar ki, gələ bilməyəcək. Ona görə, yəni tam olaraq məndə boş vaxtım çox idi. Amma təəssüf ki, salon birazdan bağlanacaq deyənə gedib çatdırmalıyım. Baxın, necə qaranlıq düşdü buradan bura. Ay, bugün əməli başda ayağıma gəzmişəm hər yeri. Gəldim. Bura, əyndə tez üstümüz batmasın. Görək nəticə nə olacaq. Artıq illərdir ki, saçımı narıncı və bəzən də qırmızı tonlara boyayıram və bir çoxları məni belə tanıyır, belə görməyə öyrəşir. Amma bəzi səbəblərdən bu dəfə saçımı öz ana rənginə qaytarmağa çalışdım. Ətraflı olaraq isə növbəti vloqlarda sizin üçün bölüşərəm. Saçıma baxın, başda qaraldı. Görək nə qədər bəs edəcək, nə qədər. Videoda bəlkə tam bilinməsə də, amma baxın, tam olaraq demək olar ki, öz rəngimdir. Öz rəngimi qayıtdım. İlk dəfədən yavaş-yavaş görək nə qədər çəkəcək bu. Bəyənəcəm ya yox, amma hələlik nəticə budur. Daha sonra gecəni tək qalmamağım üçün papadan xahiş elədik ki, bizə gəlsin. Birlikdə cizgi film izləyib zaman keçirdik və gördüyünüz kimi ümumilikdə bugün çox produktiv gün idi. Videonu sonadək izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, videonu bəyənib, rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, özünüzə yaxşı baxın.